Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Məhərrəm 10 günlüyü sona yetir. Bu 10 gündə ki, bu zikri müsibətlər olundu. Məhərrəmdən dərslər çıxarıldı, təhlillər oldu. Müsəlman necə olmalıdır? Kamil insan, gözəl insan necə olmalıdır? Biz bunun detallarına toxunduq, bunun xüsusiyyətlərini sizin diqqətinizə çatdırdıq və qeyd elədik ki, bu qapı elə bir qapıdır ki, buradan heç kəs əli boş geri qayıtmır. Heç kəs, yəni bu nicat gəmisinə əl atandan sonra bu qapıdan nicat tapmamış ayrıla bilmir. Necə Peyğəmbərin əvvəlki bəstlərimizdə də qeyd elədik, buyurduğu kimi Hüseyn nicat gəmisidir, hidayət çırağıdır. Yəni, yolu kim tapmaq istəyirsə Hüseynə baxmalıdır. Həqiqəti kim qəbul eləyirsə İmam Hüseynə baxmalıdır. Şeytan həmişə pusquda durub, həmişə gözləyir ki, haqq yolda olanları yoldan döndərsin. Müxtəlif bəhanələrlə, dünya istəkləri ilə, hətta ibadətlə. Bir nəfər var idi, sübh tezdən durub meçdə namaza gedirdi. Ya qarandıq havadır, yağışlı, palçıqlı bir dənə havadır, durub evindən meçdə gedir. Biraz der yol getmişdi, ayağı sürüşdü, yıxıldı. Batdı palçığa. Döndü, qayıtdı dala. Getdi, paltarın dəyişdi, bir də gəldi. Biraz gedəndən sonra yenə də ayağı sürüşdü, yıxıldı. Getdi, yenə də paltarın dəyişdi. Qayıdıb gələndə gördü ki, bir nəfərdir, durub yolda, əlində də fanar. Tutdu bunun qolundan, gətirdi düz meçidə qədər. Meçidə çatanda buna içəri girəndə dedi ki, buradan o nə özün get, daha rahatdır. Dedi, sən niyə gəlmirsən? Dedi, yo, mən namaz qılan deyirəm. Deyir, bəs bu vaxtı nə gəzirsən çöldə, neyinirsən, kimsənsən? Dedi, mən şeytanam. Şeytan? Şeytan adama yaxşılıq eləyək, qolumdan tutub gətirmirsən, qoymamısan yıxılmağa. Deyir, yo, o sənə 2 dəfə padnoşka verib yıxan mən idim. Birinci dəfə padnoşka verdim, yıxdım ki, qaydasan dala, gedib məsciddə cemaat namazı qılıb savab qazanmayasan. Gördüm ki, Allah sənə o geri qaydanda 10 cemaat namazının savabını yazdı. Təzədən ki, paltarı dəyişdin, niyyət elədin, hər addımıva bir dənə nafilə namazı yazdı. Bir də padnoşka verdim, yıxdım, gördüm indi 3 qat ondan artıq savab yazdı. Gənə getdin, dəyişdin, gəldin, gördüm əgər indi getsin, sənə yerin göyün savabın hamısını yazacaq. Ona görə ayağının altına çıraq tutdum ki, yıxılmayasan da ki, o savabı qazanmayasan. Gördünüz, şeytan necə adamı yoldan çıxardır. Hətta yaxşılığının özündə də bir dənə fitnə var. Həzrəti Musaya şeytan gəlir, deyir ki, gəl sənə bir şey öyrədim. Deyir, lazımdır. Deyir, yaxşı şey öyrədim sənə. Deyir, sənin hər yaxşı şeyin arxasında bir dənə fitnə var. Sənin məkrun var onun arxasında, pisliyin var onun arxasında. Ona görə onu öyrətmək istəyirsən. Çünki şeytanın zatı belədir. İnsanlarda yaradılışda 2 xüsusiyyət var. Birinin adı zatı xüsusiyyətdir. Zatı xüsusiyyət. Birinin adı deyilər ərəzi xüsusiyyət. Zatı xüsusiyyət odur ki, onu o varlıqdan alsan, o varlıq yox olar. Məsələn, duz. Duzun zatı nədir? Şordur. Şorluqdur, düz deyil mi? O şorluğu alsan, o duz olacaq? Yox, onun zatıdır o. Amma duzun rəngi onun ərəzi xüsusiyyəti. Duz var ağdır, duz var biraz qaradır. O hər cür ola bilər. Onu ondan alsan, o aradan getməz. Şeytanın da zatı xüsusiyyəti nədir? İnsanları yolundan azdırmaq.
Bir vaxtlar insanı şeytan elə vəziyyətə salır ki, artıq o pislik onun zatı xüsusiyyətinə çevrilir. Da onun əlindən yaxşılıq gəlmir. Bir gündür əqrəb suda batırdı, boğulurdu. Bağanın da buna yazığı gəldi. Getdi belə batdı, o götürdü, kürəyini çıxartdı çölə. Çölə çıxandan sonra əqrəb o sancdı. Dedi, mənə niyə vurursan, mən sənə xilas elədim ki. Deyir, mənim də əlimdən gələn budur da. Mənim zatımdadır, bu sancmaq mənim zatımdadır. İndi şeytan insanları elə bir vəziyyətə gətirib çıxardır ki, pislik olur onun zatı. Pislikdən adam zövq alır. Oğurluqdan zövq alır, zülümdən zövq alır, haramdan zövq alır, yalandan zövq alır, qeybətdən zövq alır. Təəssüf elə çoxumuz buna aludə olmuşuq. Qeybət məclisi olan kimi ağız qızışır. Təsəvvür edirsən də, qeybətin özü pragmatik küfürdür, Allahı inkar eləməkdir. Niyə görə? Məsələn, bir adamın qeybətini eləyirik. Tutalım, oturmuşuq burada, Hacı Mirzə burada yoxdur, döşəyirik dalayacaq. Yəqinliyimiz var ki, Hacı Rıza burada yoxdur. Olsa danışarıq, yox. Düz deymi? Onun burada yoxluğuna yəqinliyimiz var. Və yaxud buradadır, yəqinliyimiz var ki, buradadır, əleyhinə danışmırıq. İndi oturmuşuq, qeybət eləyirik. Yəqinliyimiz yoxdur ki, Allah eşidir bunu. Yəqinliyimiz olsa eləmərik axı, qeybətin cəzasını Allah verəcək. Deməli, əməli cəhətdən ispat eləyirik ki, Allaha inanmırıq. Allahın orada olmasına inanmırıq. Bəni Ümeyyə xilafətinin dövründə rafizilər deyidilər də, keçən dəfə də toxunduq. Bu rafizələrdən birini aparırlar, ailəsi uşağı qalır. Bir qonşusu olur, dəmirçi bir qonşusu olur, imkanı yaxşı olur. Bu deyir ki, o xanıma deyir ki, gəl mənlə ailə qur, mən sənə dəstək verim, kömək edeyim, uşaqların acından ölməsin. Deyir, axı mənim həyat yoldaşımın ölməyi bilinmir ki, mən səninlə ailə qurum. Mən elə onun həyat yoldaşı sayılıram. Muralın vəziyyəti çox pisləşir, çox belə bir ağır vəziyyətə düşürlər. Bu yenə də buna təklif edir ki, gəl mənlə ailə olaq, mən sənə kömək edeyim. Deyir, bəs sən mənim yoldaşım olsaydı, mənə bu təklifi eləyərdin? Deyir ki, yox. Deyir, mənə elə yer apar ki, heç kim görməsin. Deyir, hə, mənim gözüm üstə. Bunda çoxlu evi olur, nəm 40 otağı, 30 otağı, aparır ən axırıncı otağa. Deyir, burada heç kim yoxdur. Deyir, mənim yanımda balaca bir uşaq olsaydı, sən mənimlə bu işi görərdin? Deyir ki, yox. Deyir, bəs yanımızda bu boyda Allah var, bizi görür, sən ondan həya eləmirsən? Dəmirçi vurur başına ki, vay mənim halıma, mən əmələn Allahı inkar elədim ki, uşaqdan həya eləyərdim, o işi görməzdim, Allahdan həya eləmirəm, o işi görürüm. Hacıdan həya eləyirik, qeybətin eləmirik, amma Allahdan həya eləmirik, qeybətin eləyirik. Görün, qeybət nə dərəcədə pis bir şeydir. Şeytan bu cür gözəlləşdirir bu əməlləri bizi üçün. Başlayırıq ona aludə olmağa. Elə bir özümüzə bərayət qazandırıq. Deyirik ki, günahdır, deməginən. Olanı deyirəm da, olmayanı demirəm ki. Olanı deyirsən qeybətdir. Olmayanı desən şərdir, böhtandır, iftiradır, daha günəş ondan şiddətlidir. Daha çox böyük fitnədir. Ona görə şeytanın fitnəsindən gərək özümüzü qoruyaq. Şeytan bizi çəkir bir tərəfi ki, Hüseynindən uzaqlaşır. Dünyanın böyük şeytanlarına baxın. Amerikası, İsraili, İngilisi, böyük güclərin hər biri, onların yerlərdə olan nökərləri, muzdurları, media mənsubları, akademiya mənsubları, işləri, gücləri ancaq Məhərrəmli idi, İmam Hüseyindir. Fikir vermişsiniz, mediaya qulaq asırsınız da, niyə Hüseyni ağlayırlar, niyə matəm tuturlar, niyə mərsiyə deyirlər, nə bilim, niyə ağlamaq lazımdır, niyə toy eləmək olmaz, niyə bu olmaz? Bunların ömür boyu heç nə yadına düşmür ha. Burada gəlir, çıxır, Məhərrəmlikdə buna girişirlər. Deyirsiniz niyə?
Ona görə böyük güclər məhərrəmliyin əleyhinə danışır ki, məhərrəmlikdə tərbiyə görmüş oğlanlar, qızlar fəsad ocaqlarına getmirlər. Özlərini dünyaya satmırlar. Zülmə boyun əymirlər. Bu məhərrəmliyə ki, bu uşaqlar gəlir, baxmın burada qaçırlar o ayna bir yana. Buranın o bioarenası, o biyoloji sahəsi onların psixologiyasına öz təsirini qoyur. Onun tərbiyəsinə əsər qoyur. İstər-istəməz onun İmam Hüseynə hörməti yaranır, məhəbbəti yaranır. Buna gəlməsə nə biləcək ki, İmam Hüseyn kimdir? Ən azı bilir ki, kimdir. Ən azı ona məhəbbəti yaranır. Ona görə də bu qapıdan əli boş qayıtmır. Bu qapı elə bir qapıdır ki, heç kim buradan əli boş qayıtmır. İmam Hüseyn əleyhissalamın qapısı elə bir qapıdır ki, deyir, əndir, hətta deyir, dəryanın kəfi olur, ləpələri. O qədər insanın günahı ola, bu qapıda o bağışlanar. Bir nəfər yazır ki, Mədinədə deyir, bir qadın var idi, pis yolun yolçusu idi. Bir günləri deyir, bunun bir qonşusu var idi, İmam Hüseyn aşıqı idi. Hər əzadarlıq məclislərində qazan asardı, ehsan verərdi, ümməti yığardı ora, gələrdi, alimlər danışardılar, mariflənmə işi görərdi, əzadarlıq məclisi olardı. Bir gün deyir, bu qadının ocağı sönmüşdü. Buna odun lazım oldu. Ocaqda qabaq qonşudan gedib ot gətirərdilər ki, ocağı yandırsınlar. Bu deyir, gəldi, baxdı, gördü ki, qazanın altı sönüb. Pilədi o qazanı yandırdı. O odunu üfürdü, yandırdı. Yandıranda o odun istisi bunun üzünə vurdu. Bu da götürdü, qayıtdı, getdi. Gəldi, deyir, indi öz-özünə oturub fikirləşir ki, ilahi, bu od niyə mənim üzümə vurdu? Düşüncə var da, indi nə yolun yolçusudursa insandır. Allah qapıları açıq qoyub həmişə. Fikirləşdi ki, ay Allah, mənim bu ocağın oduna dözümüm yoxdursa, bu əməllərimə görə mən qiyamətdə nə cavab verəcəm? Qiyamətin oduna necə dözəcəm? Belə deyir, bunu fikirləşə deyir, yuxuya qaldı. Yuxuda deyir, gördü ki, deyir, özü danışır. Deyir, gördüm ki, məni aparırlar cəhənnəmə. Pis əməlin sahibiyəm da. Əzab mələkləri deyir, qolumdan tutub sürüyə-sürüyə atırlar məni atəşə. O odun içinə atanda deyir, bir nurani çöhrə çıxdı. Dedi, saxlayın, dəyməyin ona. Dedilər ki, bəs bunun nameyi əməlinə bax, pis yolun yolçusudur, fəsad adamdır, nə qədər insanları günaha sövq eləyib. Deyir, o cəhənnəm atəşinin yox, dünya odunun istisin tamın dadanda əməlindən peşman oldu. Özü də harda? O yerdəki mənim Hüseynimin ehsanının, qazanının altını yandıranda. İmam Hüseyin deyir, o ki deyir, o isti ona vuranda deyir, gözündən yaş axdı. O yaş deyir, mənim Hüseynimin əzasının yaşına yazıldı. Çünki o məclisdə oldu, o mühitdə oldu. O əməl onu bağışlayır. Yuxudan hövlan koyanır, qalxır. Subhanallah, mən nələr gördüm, mən neynədim. Allah o əməlinə görə onu bağışlayır. Sonra gəlir, tövbə eləyir, istiğfar eləyir, başlayır halal yolun, halal ömrünü yaşamağa. İmam Hüseyn əleyhissalamın qapısı belə bir qapıdır. Bizim günahımız o qədər olar kimi deyir ki, bizim əməllərimiz ondan pis deyir ki, deməli bizim burada bağışlanma ehtimalımız ondan 100 qat çoxdur. Əgər Allah İmam Hüseynə görə elə bir qadını bağışlayırsa, bizi niyə bağışlamasın? Ona görə bu qapıların qədrini bilmək lazımdır. Bu qapıya üst tutan insanlar bu eşq ilə gələrsə, əlhamdülillah. Vallahi buradan gedəndə bir düşünün. Fikirləşən, biz hardan gəldik? Hansı məclisi əldən verdik? Bu fürsətdir ya, bilmirik gələn il bizə bu nəsib olacaq ya yox. Bilmirik imamın içinəcən sağ çıxacaq, yedisinə sağ çıxacaq ya yox. Amma bugün, bu halda biz bunu dərk elədiksə, özümüz düşünəyik. Bu fürsəti niyə əldən verək? Niyə imamın bu məclisindən gedəndən sonra biz Allaha bəndəliyimizi etiraf eləməyək?
Niyə dəstəmaz alıb Allah huzurunda durmayaq ki, ilahi, sənin bəndönəm, sənin qulunam, yalnız sənə tabiyəm, məni düz yola hidayət elə. O Fatihə surəsi oxuyuruq, o nədir? Allahla bəndənin söhbətidir. Allah deməklə bu cür söhbət elə. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adıyla. Elhamdülillahi Rabbil alemin. Şükür olsun aləmlərin Rəbbinə. Böyük bir Rəbbidir. Aləmlər, indi yazırlar ki 18 mindən yuxarı aləm var. İndi kəşf olunmuş astronomik göstəricilər göstərilir ki 18 mindədir ha. Bəlkə də 18 milyondur. Çünki indi kəşf olunan Samanyolu galaktikasının tərkibi elə hesablanmayıb ki, orada nə qədər aləmlər var. Bu 18 min aləm kəşf olunmuş galaktikaların aləmləri idi. Onlar nə var elə bilinmir. O böyük yaradılışın Rəbbidir bu. Həmd sənə ona məxsusdur. Ər-Rəhmanir-Rəhim. Ey dünyada kafirlərə və möminlərə rəhm eləyən Allah. Ahirətdə yalnız möminlərə rəhm eləyən Allah. İlahi, bu dünyada rəhmət yağışı yağdırırsan. Necə ki o yağışdan zəhərli otlarda istifadə edir, inkişaf eləyir, xeyirli otlarda Allahın rəhməti pis adamlara da keçir, yaxşı adamlara da keçir. Dünyada fürsətdir. Biz yaxşı deyirik ki, özümüz üçün yaxşı ola bilərik, hamı üçün yaxşı deyirik ki, o rəhmət bizə də şamil olur. İndi bizə də aiddir. Məliki yevmiddin, din gününün sahibi, sənsən din gününün sahibi ilahi. Bunları sayandan sonra etiraf edirsən ki, İyyâke na'budu və iyyâke nesta'in. İlahi, ancaq sənə ibadət edirəm, ancaq səndən istəyirəm. Ağır sözdür, məsuliyyətli sözdür ya bu. Biz əgər namazda bu sözü deyiriksə, çıxıb başqalarına ibadət ediriksə, nəfsimizə ibadət ediriksə, nəfsin tələblərin yerinə yetiririksə, varlıların marağına xidmət ediriksə, vəzifəlilərə yaltaqlanırıqsa, İyyâke na'budu olmur ki bu. Bu olur onlara ibadət eləmək. Bu olur pula ibadət eləmək. Pula qul olmaq. Hansısa pis vərdişlərə qul olmaq. Hansısa pis məclislərə qul olmaq. Görsən adama deyirsən çəkin, hə çəkinəcəm. O işi bir də görməyəcəm. Gəl oturur ödə biraz keçəndən sonra yenə də onun dəmi gəlir deyana bilmir. Durur gedir fəsad məclislərinə, içki məclislərinə, pozğun məclislərə. Bu artıq İyyâke na'budu olmadı ki. Allah sənə ibadət edirəm, yalnız səndən istəyirəm. Amma gedirsən, görürsən ki 5 manat pula görə hamıya boyun əyməyə hazır olursan. O da İyyâke na'budu olmadı. Allah'tan istə, Allah heç bir bəndəsini möhtac qoymaz. Vallahi Allah üçün bir dənə addım at, Allah sənə qarşı 10 addım atacaq. Möcüzə lazım deyir bunun üçün. Vallahi həyatda bu bizim qabağımıza çıxır. Vallahi mənim bir axranım var idi qapıda, söhbət eləyir özü. Bağda qalırdı. Deyir ki, qışaydı, heç kim olmur da o vaxtı bağda deyir. Öydə deyir 10 manat pılım var. Fikirləşirəm ki, bu xozeynlər də gələndir, sən də pulumu vermirsən, bu pulu nə edəcəm? Bir neçə bağa baxır. Pulsuz nə qayıracam? Elə deyir, oturmuşdum, qapı döyüldü. Çıxdım çölə, gördüm bir gəlindi, yanında da bir 4-5 yaşında uşaq. Ağzının suyunun, burununun suyu qarışıb bir-birinə zır-zır ağlayır. Gəlin dedi, ay qardaş, valla uşaq 2 gündə açdı. Özü də qızdırmanın içindədir, Allah haqqı heç neyimdə yoxdur, deyir. Mən də deyir, 10 manat pılım var öydə, deyir. Getdim 15 manatın gətirdim, verdim bura. Özümdən asılı olmadı, deyir. Özüm nə olsaydı verməzdim ki, özümdən qaracam. Özümdən asılı olmadı, deyir. Gətirdim, verdim buna. Bu da deyir, dua eləyə-eləyə getdi. İndi gəlib oturmuşam, özümü damlayıram ki, birdə bu xozeynlər gəlmədi, bu bir həftəni nətər yaşayacaqsan, 5 manatla 2 gündə olan, 3 gündə. Özümü damlayıram, deyir. Birdən deyir, telefona zəng gəldi. Gördüm o birisi bağda olan axırandı zəng eləyib ki, bəs xozeyn bağa gəlib, burada iş var, gəl o görək. İndi hörmət eləyəcək da. Hə, tapılmış kim oldu. Durdum, getdim, balaca bir yerdir, otun yolduq oranın. Nə bir
10 kvadrat olardı, 20 kvadrat olardı. Bir saat. Yuzduq, təmizlədik, belə yolduq, təmizlədik. Xazin gəldi, xoşuna gəl. Çıxartdı Rəmzə 50 manat pul verdi. Oraya 10 manatlıq iş deyir ha. Hərəmizə 50 manat pul verdi. Gəldi deyir, yadıma nə düşdü deyir. Allah üçün bir dəfə 1 manat ver, Allah 10 qatın verəcək sənə. Üstsən yarım saat keçmədi deyir. Allah verdi deyir onu. Allah heç bir bəndəsini darda qoymur. Təki bəndə ondan xalis, ixlasla istəsin. Aydındır. Bu müsibətlər bizi çaşdırmasın. Ha? O bizim üçün müsibətdir. Ki Allah İmam Hüseyni istəmirdi, elə bir vəziyyətə düşsün. Necə ki İbn Ziyad dedi xanım Zeynəbə ki, gördün sizi necə məğlub elədi, gördün Allah sizi necə rəzil elədi. Dedi, ey İbn Mərcana, ay anasının oğlu, sən bizə neynədin? Mən Kəlbəlada gözəllikdən başqa bir şey görmədim. Kəlbəla onlar üçün, bizim üçün müsibətdir o. Onlar üçün bir gözəllik idi. Niyə? Çünki aşiq öz məşuquna qovuşurdu. Ondan gözəl bir səhnə var. Uhud müharibəsində müsəlmanlar uduzmuşdu. Məğlub olmuşdular. O birinci, ikinci xəlifə özü yazır, deyir, Ömər ibn Xəttab deyir ki, biz deyir, dağlara deyir, keçi kimi qaçıb dırmaşırdıq. Yəni qaçmışdı hərə bir dəriyə, gizlənənlər, nə bilim, yaralananlar. Bir dənə də qadın var idi, deyir ki, uşağını itirmişdi. O yana bura vurur özün oda köcəki balamhanı, ana üçün uşaqdan əziz nə var ki? Birdən səhabələrdən biri o yandan səslədi ki, bu uşaq kimindir? Gördü bunundur. Atdı özün uşağın üstünə, aldı qucağına. Baxdılar, gördülər ki, Peyğəmbər ona baxıb ağlayır. Dedilər, ya Rəsulallah, niyə ağlayırsan? Dedi, görürsünüz o ana uşağın tapanda necə sevinir? Hə, görürük. Dedi, Allah da siz tövbə eləyib geri qaydananda o cür şad olur. Allah bu qədər maraqlıdır ki, biz bəndələri ona doğru qaydaq. Allah bunu istəyir, ha. İndi nə gözəldir ki, biz bu məclisdən gedirik, qaydırıq evimizə. Deyirik, Allahım, İyyəkə nəbudu və İyyəkə nəstəin. İlahi, sənə ibadət edirik, səndən istəyirik. Nə istəyirik? İhdinəs sirətəl müstəqim. Bizi düz yola hidayət elə. Biz yanlış yoldayıq. Biz özümüzü tərifləməkdən başqa işimiz yoxdur. Elə bilirik, bizdən düzü yoxdur, bizdən yaxşısı yoxdur, bizdən üstünü yoxdur. Amma yalan deyirik, özümüzü alladırıq. İlahim, biri düz yola hidayət elə. O yola ki, sən o yolun sahiblərinə əzəmət vermisən. Sirətəl-ləzīnə ən'amtə aleyhim. Nimət vermisən onlara, gözəllik vermisən onlara. Onlar səni tanıyırlar, onlar sən deyəni eləyirlər. Bizi zalimlərin, zillətdə olanların yoluna yönətmə. Bunu demək çətindir biz üçün. Gündə 5 dəfə Allahın qanında dururuq, qabağında dururuq, ibadət edirik, bu sözləri deyirik. Bundan gözəl nə var ki? Vallahi, namaza gələndə inşallah kamuz Allah qismət eləsin. Deyəcəksiniz, kaş bir 10 il tez gələydim. Kaş 15 il tez gələydim. Kaş vaxtında gələydim. Ona görə də bu fürsətləri əldən vermək olmaz. Vallahi, mütləqdir ki, elə buradan gedən kimi qüsurlanıb, dəstəmazlanıb o namaza başlayasınız. Allahla danışasınız. Allah sevgisi yəni budur. Qalan vaxtlarda özümüzü alladırıq, ha. Baxın, bir dənə deyək ki, buranın bir böyücü, şəhərin meri, qubernatoru sizi görüşə çağırsa, nətər gedərsiniz onun görüşünə? Qaça-qaça. Gedəcəksiniz, özünüzün də olmasa, başqasının kostyumunun adını geyinəcəksiniz, keçinəcəksiniz ki, böyümüz bizi çağırır. Niyə? Ehtiyacımız var da, şəhərin böyüdür, hər şey onun əlindədir, imkanları genişdir. Özümüzün ona ehtiyaclığımızı hiss edirik, yəqinliyimiz var, ona görə qaça-qaça gedirik onun görüşünə. İstəyirik o ilə görüşə. Bəlkə qovmasa bir 10 saat oturarıq onun yanında. Düz değil mi? Bəs Allahı nətər sevirik biz? Hə? Allahı sevsək namazdan ayrılmarıq ki. Allahı sevsək elə gündə 5 namazın 5-nə də pak surətdə, təmiz surətdə gələrik, ətirlənmiş halda gələrik ki, ilahi gəlmişəm.
səndən istəyirəm. Ehtiyacların sahibi sənsin. Ona görə də, yəni Allah elə bir varlıqdır ki, heç bir istədiyi bəndəni əliboş geri qaytarmaz. Bu Şam xarabəsi var, məşhurdur Şam xarabəsi. Ki, əsirləri aparıb orada saxlayırlar. Oranın əcib bir tarixi var. Maraqlı bir tarixi var oranın. Bilirsiniz nədir? Deyir, bu Şamın bir valisi var idi. Rəhbəri, icra başçısı var idi. Nə bilim, meri var idi. Çox əzazil bir adam idi. Əhl-i Beyt düşməni idi. Bir gün bunun qızı, balaca qızı fələc olur. Fələc nədir? Əlil olur da, bu olur, terapinoid davleniya olur, uşaqlar belə nə deyirlər ona? Əl-ayağı tutmur da, iflic. İflic olur uşaq. Bu uşaq olur iflic. Nə qədər həkim, təbib, loğman, yığıb tökürlər, xeyri olmur. Bu vali, bu mer deyir ki, həkimləri yığır, şəhərin bütün həkimlərin yığır. Deyir, bu uşağın dərdin tappasız amozun boynuzu vuracaq. Bu həkimlərdən də biri var idi, çox zatı xarab adamlardan biri idi. Dedi ki, bəs onsuz da bizi öldürəcək. Bir dənə də həkim fəson bir şiyə var, Əhl-i Beyt tərəfdarı var. Gəlin, o da çağırtdıraq onu, o da öldürsünlər. Bizi öldürəcək, o da öldürsünlər. Bu gəlir, deyir ki, padişah sağ olsun, vali sağ olsun, bəs filan alim var, həkim var, çox güclü həkimdir. Özü bilərəkdən ki, sən Əhl-i Beyt tərəfdarı dörsən, sən uşağı o sağatmır. Sən uşağın dərdi onun əlindədir. Əmr verir ki, gətirin onu bura. Gedirlər onu gətirməyə, görüb qapı döyülüb, bu da bilir uşaq xəstədir da. Sağalmaq yeri yoxdur, bilir ki, öldürməyə aparırlar burada. Gəlir, görüşür uşaqları ilə, balaları ilə, xudafiz çəkir, halallaşır, çıxır. Bir dənə də bunun balaca qızı olur. Bu qapıdan çıxanda uşaq gənə qaça-qaça gəlir, atasını qucaqlayır. Deyir, ata, bizi ilə elə ayrıldın ki, elə bil ki, bir də bizə gəlməyəcəksən. Həmən Kərbəla səhnəsində xanım Rüqəyyanın sözünü deyir. Deyir, bu adam deyir, döndü xanım Rüqəyyanın məqbərəsinə baxdı, qəbristanlığa tərəf üzünü döndərdi. Dedi, ya Rüqəyya, bu həmən səhnədir ya. Sən atı o yola salanda necə gözləri yaşlıydın, indi mənim də balalarım bu cür göz yaşlıdır. Balanı qucaqladı, elədi, dedi, təvəkkül eləyin Allaha, inşallah düzələr. Gəldi, deyir, valinin yanına, dedi ki, bu uşağın bir dənə çarəsi var. Bu uşağı bu gecə verin mənə, sabı ilə bunun dərmanı müalicə olundu, olacaq, olunmadı, olunmayacaq. O padişah deyir ki, hara istəyirsən apar, tək o sağalsın. Götürür bu uşağı, gəlir o Şamın xərabəsinə. Xanım Rüqəyyanın qəbri orada, xanım Zeynəbin məzarı orada. Gəlir, təvəssül eləyir bunlara. Deyir ki, Rüqəyyacan deyir, sizin qapınıza gəlmişik da. Buradan heç kim deyir, əli boşlar geri qayıtmır. Elə eləmə ki, mənim də balalarım sənin kimi gözü yaşlı qalsın. Deyir, o qədər razı niyaz elədi, o qədər nə belə ağladı, onlara təvəssül elədi. Bu getdi yuxuya. Sübh aylanda durdu, gördü ki, o iflic olan uşaq hərəmin için süpürür. Subhanallah. Kızım, bu nə haldır? Nədir bu? Məsələ nədir? Dedi, əmi deyir, sən yatandan sonra gördüm ki, cuşədən bir dənə balaca qız çıxdı. Qolları gömgöy idi, deyir, qamçıların izi var idi orada, deyir. Gəldim, dedim ki, sənin qapıma gətiriblər da bizi. O qız deyir, üzün tutdu xərabənin cuşəsinə, çağırdı, əmmə, sənin bibi, sənin köməyivə ehtiyacın var.
Bir dənə məzlum gəlibdi. Onun da balaları sabah ağlar qalacaq. Gəl, qoymayaq bu gözlər ağlar qalsın. Bizə üz tutublar axı. Bizim qapımızdan kimsə boş qayıtmaz axı. Bir gördüm xərabədən bir xanım çıxdı. Qara çadırın üstünə o qədər torpaq tökmüşdülər ki, o qara çadırdan əlamət yox idi deyir. Qəddi bükülmüşdü deyir. Yaxınlaşdı, tutdu mənim əlimdən, dedi qızım dur ayağa. Dur bibi sənə qurban dur. Əllərimdən tutdu məni gəzdirdi bu ön içində, bu otağın içərisində. Ondan sonra dedi ki, bizim əlimizdən gələn bu idi. İndi dua səninlədir, əhl-i beyt səninlədir. Ondan sonra deyir, mən başladım bunları təmizləməyə, onlar getdilər. Sübh açılır. Ondan sonra bu adam göndərirlər ki, uşaq şəfaat atır. Qoşun, əyan, əşrəf, hamısı yığışır, tökülür, nətər olur bu. Tapma malıydı, bu sağalma malıydı axı. Gəlib görürlər ki, o balaca qızcığaz buralığın təmizliyi ilə məşğuldur. Atası sevinir, düşür, ay bala necə oldu, sən sağaldın oraya. Dur gedə, deyir, yox ata, mən buradan getməyəcəm. Mən o balaca qızdan vədə bağlamışam ki, onu tək qoymayacam. Mən elə burada yaşayacam. Ondan sonra deyir, o vali əmir verdi ki, burada bir məqbərə tiksinlər, burada bir qəsr tiksinlər ki, xanımın ziyarətgahı olsun. Əhl-i beytin qapısı belə bir qapıdır. Hər kəs bura bu cür ixlasla gedə, o qapıdan heç kim boş qayıtmayacaq. Yəni tarix bundan çox yazıb, dünya bundan çox yazıb, insanlar bunları çox görüblər. Tək o qapıya eşqlə gedə biləsən. Tək o qapıdan istəyə biləsən. O qapıya layiq olub gedə biləsən. Vallahi Allah bəndəsinə deyər ki, istəcib, əd'uni, çağırın məni, Allah deyir Quran-ı Kərimdə. Əd'uni, istəcib ləkum. Məni çağırın, sizə cavab verim. Allah bunu dili ilə deyir. Niyə çağırmayaq onu biz? Niyə Allahdan qeyrisinə üz tutaq ki, belə rəzil vəziyyətə düşək? Allah bunu deyir da dili ilə. Bir nəfər nökər var idi, ibadət edən bir adam idi. Xalis ibadət edən, təmiz ibadət edən bir nökər idi da. Namazın vaxtında qılırdı, orucun tuturdu, haram iş görmürdü, üzərində düşən vəzifəsini yerinə yetirirdi, səhlənkarlıq eləmirdi, xəyanət eləmirdi, yalan danışmırdı. Allah nə deyirdi, onu eləyirdi. Bir günləri bu nökər yolla gedəndə görür ki, bir yaşlı arvadda oturub ağlayır. Deyir, nədir? Niyə ağlayırsan? Deyir, bir dənə övladım var, xəstədir. Nə qədər dua eləmişik, həkimə getmişik, xeyri yoxdur. Bir dənə salih bəndə olsa dedir, dua eləyərdi, Allah ona şəfa verərdi. Bunun yanında əlin qaldır ki, ilahi sənə and verirəm, sənə elədiyim ibadətlərin əvəzinə. Sənə nə qədər ibadət eləmişəm, o üçün heç bir muzd istəmirəm. İstədiyim bu xanımın o tək övladına şəfa verməyimdir. Deyir, bu nökər bunu dedi, getdi. Bu xanım gəlir evə, baxır görür ki, uşağın bizə öyfal deyirlər də, rəngi düzəlib, halı düzəlib, əhvalı düzəlib. Ay bala, nə oldu? Deyir, heç nələ yavaş-yavaş düzəlirəm. Yavaş-yavaş deyir, səhər gün ortaya deyir, bu uşaq düzəldi. Buna nə oldu? Bir həftəyə ölüm yatağında, həkim nə qədər xəstə, dərman, nə bilim, dava, filan, bəs məkan, türkəçara, nə oldu birdən-birə bu sağaldı? Birdən arvadın yadına düşdü ki, o nökər bu üçün dua elədi. Gəlir, axtarır, o nökəri tapır, başlayır əlindən, ayağından öpməyə. Dalaycanda bir sürü da bizim haküçü, axı ki, burada möcüzə baş verib, filan, bəs məkan. Düşünürlər ki, bu övliyadır, bu nə bilim imam zamandır, ora-bura. Bu nökərin sahibi çıxıyor, nə haküdür, nə olub? Deyir, xəbərin yoxdur, sənin evində övliya var, sənin evində bəlkə də imam zamandır gəlib qalıb, xəbərin yoxdur, xəstəni bu sağaltdı. Ay nökər nədir, nə məsələdir? Deyir, vallahi bilmirəm, bunların başı xarab olub. Nə var burada? 40 ildə Allah mənə nə deyir, mən onu eləyirəm. Bir dəfə də mən dedim, Allah elədi. Burada nə var ki? Görün Allah insana nə məqam verib? Allaha insan deyir bunu elə, Allah onu eləyir.
Dur 40 il dua edirəm, ibadət edirəm, Allahdan istəyirəm. Allah da bunu mənə nəsib elədi. Burada təəccüblü nə var ki? Bizim üçün təəccüblüdür. Onu bilirsiniz niyə? Çünki onu eləmirik. O məqamda deyirik. Onu dərk eləyə bilmirik. Məsələn, bir adam gəlir, məsələn, bir dənə meçid tikdirir öz puluna. Gətirib bıraxır bir 10 milyon, 20 milyon pul bıraxır, məscid tikdirir. Məscidi dərk eləyənlər deyir ki, Allah atasına rəhmət eləsin, yaxşı iş görüb. Məscidi dərk eləməyənlər deyir, onun başı xarabdır, o da pul aparıb bıraxıb orayı. Belə adamlar var, vallahi mən görmüşəm ha. Bir nəfər var idi bizdə, kolxozun idarəsi var idi, kolxoz dağılandan sonra. Bu özəlləşmə çeklərinə verilmişdi cəmaata. Biz də buranı meçid eləmək istəyirdik. Gəldi dedi ki, bunun ümumi koefisiyenti gəlir, çıxır 3000-4000 dolar, pulunuzu veririk. Buranı verin, meçid eləyək. Neçəsi razılaşdı? Biri qayıtdı ki, qardaş, meçidə qalsa, maşını sökəyəcəm böyrünə, söküb gətirib tökəcəm qapıya. And ola Allaha. Gözümün qabağında. Mən dedim, ağsaqqal idi, yaşlı idi. Ula uzaqdan uzağa qoğumluğu da. Dedim ki, adamın malı gərək meçidə qismət olsun. And ola Allaha uçdu, dağıldı, xaraba kimi qalıb orada. Meçid başqa yerdən tikildi, gözə. Qaldı, xaraba qaldı ya. Ofisalını xaraba qaldı. Gərək qismət. Bunlar dərk eləmir axı. Görə başı xarabdır, əmlakın verir meçidə. Amma biri var ki, milyonun qoyur, meçid tikdirir, məktəb tikdirir, yol çəkdirir. Bu işdə belədir. Biz ki, o məqama çatmamışıq ki, biz deyəni Allah eləsin, bizə onlar övliya kimi gəlir. Müqəddəs bir varlıq kimi gəlir. Amma o xalis bəndədir. Allah potensiyalı bizə verib ki, biz də ora qalxa bilərik. Əməllərimizi düzəltsək, biz də ondan ola bilərik. Namazlarımızı vaxtında qılsaq, biz də ondan ola bilərik. O gün danışırdım, 3-4 nəfər eşitdik, o danışım hamınız eşidin. Yaxınlarda olan bir dənə hadisədir. İnşallah Allah qismət eləsin, Qum şəhərində xanım Məsuməni ziyarət eləyəsiniz. O Qum şəhəri ilə Tehranın arasında bir vadi var. Çox isti bir yerdir. Bilmir, Məşhəddə olanınız var, Qumda olanınız var. Görmürsünüz oranı. Dəhşət isti olan yerdir ya. Dərənin arasıdır, külək zətdə tutmur, adam pörtülür orada. Bir nəfər deyir ki, biz Qumdan gəldik Məşədə, adam özü söhbət eləyir. Qumdan gəldik Məşədə. Həmən o yerdə maşın xarab oldu. İstidən deyir, ilan məliyir. Maşında da bir qucağında uşaq arvaddır, bir dənə mənəm, bir də şoferdir deyir. İsti vurub, ay Allah, bu nə haldır, nə düşdük, nə ziblə düşdük biz. Şofer də əlləşir, düzəldə bilmir. Birdən deyir, ürəyimdən bu arzu keçdi ki, ya İmam-ı Zaman. Axı sən insanları darda qoyan deyirsən. Gəl bizi buradan qutar, söz verirəm ki, namazlarımı vaxtında qalacaq. Dedim, deyir, isti vırıb təpəmə, dediyim də yadımdan çıxdı, deyir, orada elə baş qarışdı. Bir də gördük ki, nəfər gəlir. Salam əleykim, əleykim, nə olub? Maşın xarab. Şoferə deyir ki, keç otur rulda. Orada nağardı, nə eləmədi, deyir, qapı örtdü xodda. Maşını xoddadı, xoddandı. Şofer əlini atdı ki, buna bir hörmət eləsin. Dedi, yox, Allah razı olsun, islah lazımdır. Şoferə dedi ki, yanında nə deyərsən, əhdinə vəfa edər. Dedi, deyir, getdi. Bizim də isti vırıb başımıza, nə İmam Zaman yadımıza düşür, nə bilim, Peyğəmbər yadımıza düşür. O qalmışıq ki, bu cəhənnəmdən çıxaq da. Biraz deyir, elə deyib aralanmışdıq, deyir, birdən qatıya, bu adam bu istidə hardan gəldi, çıxdı. Bu istinin dəhşəti, bu biyabanda yaşayış yeri yox, hardan gəldi bu? Maşını deyir, sürücü saxladı, düşdü, vaxtda adam yoxdur. Ay, bu kim idi, hardan gəldi, ay, başqa dönüm deyir. Gənə otdu maşına, müzakirə aparıq da kim idi. Birdən deyir, şofer qayıtdı ki, yəni, o belə bir söz dedi ya mənə. Dedi, yanında aynədə ki, əhdinə vəfa eləsin, biz işimizi gördük. Vırdım başıma, deyir ki, vay dədə, fələk yəsi gəlmişdi da. Mən deyir, ürəyimdə əhd eləmişdim ki, ya İmam Zaman bizi buradan qutar, namazımı vaxtında qılaram. Əhd bağlamışdım İmam Zamandan. Ağa gəlib xəbərimiz olmuş. Namazın dəyərinə baxırsınız nədir? Namazın əhəmiyyətinə baxırsınız nədir? Hardan qutardı insanları?
Gələsən vaxtında qılasan onu. Aydındır? Din bizi buna dəvət eləyir. Din bizdən bunu istəyir. Həqiqi mümin bəndə olmaq istəyir. Kərbəla da İmam Hüseyin əleyhissalam da elə namazın, həqiqi namazın uğrunda getdi. Dedi, əsli namaz bu namazdır. O döyüşün şiddətli vaxtında, Aşura günündə dedi, döyüşü saxlayın. Namaz qılaq sonra. Məlun Ömər Səd başladı hakü salmağa, qılıncları qınına vurmağa ki, səski olsun, bunların namazları eşidilməsin. Axı deyiblər, dindən çıxmışdılar. Qoşunun yarısı gördü ki, bunlar namaza dayanırlar. O cür, o çıxılmaz vəziyyətdə namazlarını tərk eləmədilər. Vaxtında qıldılar. Namazın bu qədər əhəmiyyəti var. Bu, bizim buradan aparacağımız şey, bu Məhərrəmin bizə lütfi, bizə inayəti ola ki, elə namaza başlayaq. O pis əməllərimizdən çəkinək. Məhərrəmdən qabaq nə günah eləyirdik, ondan uzaqlaşaq. Onda biz o şirinliyini dadacaq. Onda biləcək ki, Allahın lütfi bizə nəsib oldu. Bu bizdən, məndən sizə bir yadigar olsun ki, tövsiyə olsun, bir balaca qardaşınız kimi, bir xidmətçiniz kimi. Ki, vallahi, Allah dərgahından kim əlini üzərsə, ən pis vəziyyətə o düşəcəkdir. Amma Allahın ipindən yapışan insan heç vaxt heç kimə möhtac olmayacaq. Bəlkə də kasıb yaşayacaq, amma kişi kimi yaşayacaq. Heç kəsə möhtac olmadan yaşayacaq. İnşallah Allaha and verək izzətinə, cəlalına, böylüyünə ki, bizi özünün xalis bəndələrindən qərar versin.